Salam, hər vaxtınız xeyir olsun. Mərkəz TV-yə baxırsınız. Belə ki, İran Trampın ultimatumuna əməl etməyəcək və Hörmüz boğazını açmayacaq deyə bir xəbər var. Mərkəz TV xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb. Məlumata görə İran prezidenti ABŞ prezidentinin Donald Trampın 8 aprel Bakı vaxtı ilə gecə saat 05:00-da başa çatacaq Hörmüz boğazını açmaq tələbinə təslim olmayacaq. Qeyd edilib ki, Tramp İranla razılaşmaq üçün 2 dəfə son tarix təyin edib. Bildirib ki, Tehran tələbə əməl etməsə, ölkəyə daha dəhşətli zərbələr endirəcək. İndi ABŞ vitse-prezidenti Winston tutmuş yaxın şərqin yüksək vəzifəli kəşfiyyat rəsmilərinə qədər hər kəs son addım atəşkəs üçün çalışarkən İran rəsmiləri vasitəçilərə eyni vəziyyətin təkrarlanacağını gözlədiklərini bildirirlər, deyə jurnal yazır. Buradan isə belə başa düşmək olur ki, İran geri çəkilməyəcək, Amerika isə vədinə əməl edəcəkmi? Sualı var ortada. Görək, izləyək.